Ey insanlar! Həqiqətən Hüseyn İbni Əli Allahın ən üstün bəndəsidir və Peyğəmbər qızı Fatimənin oğludur. Və mən onun sizə göndərdiyi elçisiyəm. O artıq sizə tərəf gəlir. Ona cavab verin. Qeys Bəni Əsəd qəbiləsindən Müsəhhər İbni Xalidin oğludur. O, Peyğəmbər ailəsini həqiqi sevənlərdən, şücaətli və mərd adam idi. İmam Hüseyin əleyhissalamın da vəfalı yoldaşı idi. Kufənin böyükləri Muaviyyənin ölümündən sonra İmam Hüseyni onlara rəhbərlik üçün dəvət etmək istəyirlər. Bu niyyətlə yazılan məktubları İmam Hüseynə çatdırmaq üçün Qeys İbni Müsəhhər 2 nəfərlə yola düşür. Bu məktublar Ramazan ayında Məkkə şəhərində imama çatır. Məktublar çoxaldıqda İmam Hüseyn Müslümü Kufə şəhərinə yollayır və bu səfərə Müslüm İbni Əqil, Qeys və 2 bələdçi ilə birgə çıxır. Bu məşəqqətli səfərdə bələdçilər yolu azıb susuzluqdan həlak olsa da, Qeyslə Müslüm Kufəyə gedən yolu tapır və yaşayış olan bir məntəqəyə özlərini çatdırırlar. Qeys yolda başlarına gələnlərlə bağlı Müslümün məktubunu imama çatdırır. Eləcə də imamdan cavab gətirir. Kufəyə çatdıqda isə Qeys öz qəbiləsini İmam Hüseyin əleyhissalama qoşulmaq üçün təşviq edir. Kufədə insanların İmam Hüseynə beyyət və istəklərini gördükdə Müslüm imama məktub yazır və bu məktubu imama çatdırmaq vəzifəsi də Qeysin üzərinə qoyulur. O, bu məktubu da uğurla imama çatdıra bilir və həmçinin imamdan Müslümə cavab aparmaqla vəzifələndirilir. Lakin Qadisiyyə bölgəsinə çatdıqda imamın vəfalı səfiri Qeys Hüseyn İbni Təmim tərəfindən ələ keçirilir. O, imamın məktubu düşmənlərin əlinə keçməsin deyə onu parça-parça edir. Onu Übeydullah İbni Ziyadın yanına aparırlar. Übeydullah onu 2 seçim arasında qoyur. Tələb edir ki, ya minbərə çıxıb İmam Hüseynə və onun atasına lənət oxusun, ya da ona gətirdiyi məktubda nə yazıldığını desin. Qeys minbərə çıxmaqla razılaşır. Mən danışmaq istəyirəm. Ey insanlar! Həqiqətən Hüseyn İbni Əli Allahın ən üstün bəndəsidir və Peyğəmbər qızı Fatimənin oğludur. Və mən onun sizə göndərdiyi elçisiyəm. O artıq sizə tərəf gəlir. Ona cavab verin. Allah lənət eləsin Übeydullaha və atası Ziyada.